Salamlar olsun dəyərli izləyicilər. Gördünüz bu boyma dənən bitkisidir demək. Bunun birinci faydalarından danışım. Bunun tərkibində demək efir yağları var. Onun birinci demək kömək eləyir. Kimdə demək qarın ağrıları olur, dəhşətli dərəcədə ayaq yoluna gedir demək. Bu çox kolit xəstələrinə, dizbakterioz xəstələr üçün bir nömrə dərman, həm də qadın xəstələrinə çox böyük bunun əhəmiyyəti var. Həddindən artıq, yəni yenə deyirəm, kimdə həmən problem varsa dizbakterioz xəstələr üçün inanılmaz bunun faydaları var. İkinci bitki belə öksü otudur. Bax belə bu formada bu qurudulmuş haldadır. Bax belə. Demək, bunun tərkibində visko albumin adında bir dənə kimyəvi tərkibdə bir maddə var. Həmən maddə sayəsində demək, onkoloji xəstəliklərdə bu geniş istifadə olunur. Həmən xəstəliklərdə dondurur, rak hüceyrəni dondurur. Bundan başqa bu əsəb xəstələri üçün, epilepsiya xəstələri üçün, ağciyərdə gələn qanaxmalarda, daxili orqanada olan qanaxmalarda, qadın xəstəliklərində çox gözəl bu bitkinin əhəmiyyəti var. Sonra demək, var bizdə demək, bütün sirkələrin hamısı var demək. Bunlar itburnu sirkələri, sirkə deyilən bəhməzidir. Bu şam qozasının bəhməzi, şam qozasının bəhməzdə parangit, asması, burun xəstələri üçün, göğüs xəstələri üçün inanılmaz faydalar var. Yemişan sirkəsidir. İndi içəridə bir dənə bax. Mən hamısının sirkələri, hamısı şüşə qablarda qoyuram, özü yaxşı görür hamısı. Hamısına bal qatırır, bütün sirkələri məndə hamısı ballandır. Bunlar yemişən sirkələrdir. İtburnu sirkələri də burada var. Yəni sirkə mütləq qoymalıdır. Şüşə qablarda, şüşə qablarda qoyulan sirkə, yəni ancaq tərkibində bisfenol var, plastik qablarda qoyulanın. Çoxdan beri saxlamaq alışıdır, qoyulmaqdan gedir. Bu 6 ay əmələ gəldi. 6 ayda plastik qabda qoyulan sirkə birbaşa gələn deyilən bisfenol maddə olur. Bunların tərkibində plastiklərdə rak yaradır. Sağ olun, var olun, canınızı Allah sağ eləsin, qış aylarda xəstələnməyin.